Salam əziz rus dili sevərlər. Mən Fidan Türksoy. Uşaqlar, gəlin bu gün sizinlə çitać felini müzakirə edək və çitaçla bağlı eyni zamanda bu felləri də müzakirə edək. Deməli, çitaç feli ilə başlayaq. Çitaç oxumaqdır. Keçmiş zamanda necə olacaq? Читал, читала, читали. İndiki zamanda читаю, читаешь, читает, читаем, читаете, читают. Gelecek zamanda я буду читать, ты будешь читать, он, она будет читать, мы будем читать, вы будете читать, они будут читать. Так, bu çitayla bağlıdır. Gəlin cümlələr quraq. Mən bu kitabı oxuyurdum. Niyə oxudum götürməyəcək? Onu da qeyd edəcəm. Deməli, mən bu kitabı oxuyurdum. Keçmiş zamandadır, amma bitməmişdi. Bu səbəbdən necə deməliyik ki, düzgün çıxsın? Afərin. Я читал və yaxud читала книгу. Mən kitab oxuyurdum. Və yaxud bu kitabı oxuyurdum demək istəyirəmsə, onda я читала эту книгу. O biri variant olmayacaq. Niyə? İzah edəcəm. Hər axşam mən kitab oxuyuram. Каждый вечер я читаю книгу. Каждый вечер я читаю книгу. Gələcək zamanda necə olacaq? Məsələn, demək istəyirsiniz ki, sabahdan mən kitab oxuyacağam. Bu vaxta kimi oxumamışam, amma sabahdan başlayacağam oxumağa. Sabahdan с завтрашнего дня я буду читать книгу. С завтрашнего дня я буду читать книгу. Bu çitayla bağlıydı. Прочитать. Прочитать, çitać felinin artıq bitmiş variantıdır. Məsələn, diqqətlə fikir verin, fərqini Azərbaycan dilində, onda rus dilində də anlamaq sizə qat-qat rahat olacaq. Yəni, biri var bayaq dediyimiz kimi, mən kitab oxuyurdum və yaxud mən bu kitabı oxuyurdum. Biri də var deyəsiniz ki, mən oxudum, məsəl üçün, xoşuma gəldi və yaxud xoşuma gəlmədi. Bunu necə deyəcəyik? Oxudum, nəticə var. Я прочитала книгу. Я прочитала книгу. Mən oxudum kitabı. Uzun cümlədir, məsəl üçün, götürək də. Mən sən verdiyin kitabı oxudum, xoşuma gəldi. Я прочитала книгу, hansını ki, которую ты мне дала və yaxud dal. Мне понравилось. Понравилось. Niyə? Çünki kniga qadın cinsindədir. Понравится, daha doğrusu прочитать feli dediyimiz kimi çitać bitməmiş zamandır, прочитать bitmiş zamandır. Onun indiki zamanı da elə çitaçla bağlı olacaq. Çünki çitaç indiki zaman və daimi zaman eynidir. Şəkilçilər hər şey eynidir. Gələcək zamanda bayaq məsəl üçün biz dedik
ya budu çitать, ты будешь çitать dedik. Düzdürmü? Bu ucu gələcəkdə davam ediciliyi göstərir. Orada da heç bir bitmiş zamanlıq zad yoxdur. Davam edicilik var. Amma əgər məsəl üçün gələcəkdə də bitmiş haqqında desək, burada da həmçinin olacaq. Я прочитаю, ты прочитаешь, он, она прочитает, он, она прочитает, мы прочитаем, вы прочитаете, они прочитают. Yəni tərcüməsi də necə olacaq? Mən oxuyacağam, sən oxuyacaqsan və s. və ilaxır. Məsələn, deyirsiniz ki, oxuyum, sənə deyəcəm. Yəni ki, hələ olacaq, amma bitmiş kimi deyirsiniz, düzdürmü? Прочитаю, тебе скажу. Прочитаю, тебе скажу. Oxuyum, sənə deyəcəm. Sonra перечитать. Перечитать ön şəkilçi peri olmağı artıq nəyisə təkrardan etməyi göstərir. Deməli, перечитать təzədən oxumaq deməkdir. Məsəl üçün, deyirsiniz ki, təzədən oxu, başa düşəcəksən. Перечитай, поймешь. Перечитай, поймешь. Təzədən oxu, başa düşəcəksən, anlayacaqsan. Дочитать. Deməli, прочитать-la дочитать-in arasında fərq nədədir? Прочитать tamamən oxuyub bitirməyi göstərir. Amma дочитать, məsəl üçün, siz kitabı oxuyursunuz, düzdürmü? Və həmin oxuduğunuz hal-hazırda anda ola bilər ki, hər hansı bir hadisə baş verir. Və siz onu yarımçıq saxlamaq istəmirsiniz. İstəyirsiniz ki, oxuyub bitirəsiniz ki, görüm hansı məqamda qurtardınız ki, sonra gəlib davam edəndə rahat olsun. Düzdürmü? Ona görə də deyirsiniz ki, bitirim, gəlirəm məsəl üçün. Дочитаю, приду. Ya hansısa hadisəni sona kimi oxuymaq istəyirsiniz, ya səhifəni sona kimi oxumaq istəyirsiniz. Yəni, səhifəni məsəl üçün sona kimi oxuyub oxumaq ki, bu vərəqi qurtardım, birazdan buradan başlayacağım da. Səhifəni bitirib qurtarmaq, kitabın özünü tamamən bitirib qurtarmağı anlamına gəlmir. Ona görə də, belə deyim də, дочитать səhifəni və yaxud fikri qurtarmaq, amma прочитать tamamən bütün kitabı qurtarmaqdır. Jurnal oxuyursunuz, bütün jurnalı oxumaqdır, oxuyub bitirməkdir. Qazet oxuyursunuz, bütün qazeti oxuyub bitirməkdir və s. və ilaxır. Deməli, uşaqlar, читать ümumiyyətlə oxumaqdır. Прочитать, читать-in bitmiş zamanıdır, oxuyub bitirmək. Перечитать, təzədən oxumaq. Дочитать, hal-hazırda, məsələn, vərəqi, fikri və s. də, yəni bunları bitirməkdir. Ümid edirəm ki, başa düşdünüz. Dediyim kimi, mütləq şəkildə Telegram səhifəsinə abunə olun. Çünki hər təzə video hansı ki çıxacaq, linki birbaşa orada bölüşəcəm ki, keçid edəsiniz, elə sırf bu videonu izləyə biləsiniz.